Ərəb dilində nitq hissələri ərəb dilində 3 yerə bölünür. İsim, fiil və ədat olmaq üzrə 3 yerə bölünür. İsmə aid, məsələn, deyə bilərik ki, Əhmədu, Əhməd, qalamun, qələm, səyyəratun, maşın. Fiilə aid nümunə səfərə, yəni səfər etmək, yəktubu, yazır, iclis, otur. Hərf, yəni ədata aid fi, buna ön qoşma deyirlər, dadə, içində, ilə, a, ə, ya, yə, min, dan, dən. İsim, İsim əşyanın adını bildirir, heyvan, bitki və cansız varlıqlara nədir? İşarə edir. İsimdə zaman olunur. İsimlərin əlamətləri ismin başına, yəni əvvəlinə əl artiklı gətirilə bilir. Məsələn, ər-raculu, adam. Əslində əl-raculu idi, oldu ər-raculu, adam. Əl-muslimu, müsəlman. Əl-qamaru, ay. Əl-buldanu, ölkələr. Əl-qalbu, qəlb. İsmin demək birinci əlaməti əl artikli almasıdır. İkinci əlaməti sonuna tənvin alması. Raculun, bir kişi. Muslimun, bir müsəlman. Qamarun, bir ay. Səyyəratun, bir araba. Tilmizətun, qız, şagirdlər. Demək, ismin